Bax, bu sualı bayaq yuxarıda işarələdiklərim var. Deməli, beneficial, important, useful, helpful, bunların hər biri ola bilər. Baxaq görək niyə faydalıdır. Birdə deyir ki, harder for people to stay focused. Çətinləşdirir. Make harder to stay focused. Fokuslanmağı, diqqət yetirməyi çətinləşdirir. Baxın, people automatically throughout the day focusing. Baxın. İbəndinə baxın. Blinking is an important action for both eye health and concentration. Baxın, konsentrasiyanı yaxşılaşdırır. Amma burada deyir ki, harder. Deməli, birlərim səhvdir. Birlər çıxdı. 2-yə baxıram. Maintain attention, providing a brief pause. Qısa fasiləni təmin edərək diqqəti yaxşılaşdırır, yəni fokuslanmanı yaxşılaşdırır. Baxın, gives, baxın bu hissədir, bax. Bax, also help brain stay focused by providing a very brief pause. Qısa bir pauza verərək insanın fokuslanmasını, yəni diqqətini fokuslamasına kömək edir. Bəli, main attention verdiyi, main attention. Elə deyərəm, stay focused. Eyni şeyə gələcəkdir. 2-ni götürdüm, cavabımda 2 var. 3-ə baxıram. Force the eyes to continue working without any rest. Gözlərə deyir, heç bir istirahət vermədən gözləri işləməyə davam etdirir. İstirahət vermədən demədi. Baxın, in addition, blinking helps the eyes rest. Gözlərin dincəlməsinə, istirahət etməsinə kömək edir. Amma burada nə deyir? Without deyibdir. Deməli, 3 səhvdir. Bu da səhvdir. 4-ə baxacağım. Allows eyes imkan verir short breaks. Short breaks məsələsi eyni ilə orada var idi. Break hardaydı? Baxın, gives the eyes short breaks. Eyni var burada. Sonra deməli 4-ü götürdüm. Remove tiny particles from the eyes. Gözlərdən kiçik hissəcikləri, zərrəcikləri çıxarır. Baxaq görək. By removing dust and small particles that may enter them. Çıxarır. Small particles verdiyini nə verib orada? Tiny particles veribdir. Bəli, eyni şeydir. Small bərabərdir, tiny olacaqdır. İbəndi doğrudur.